7 nəfər olmayıb. Yəni onu kim deyirsə bu səhv məlumat verir. Qardaş, necə yəni 7 nəfər olmayıb? İmam Həsən, Hüseyn, xanım Qardaş, mən sənə Zəhra, bir 200 dənə Səlman. dəlillə, sübutla. Salman, Abuzər, Miqdad və Əmmar. Bax qardaş, istəyirsən notebook'u açıb ərəbcə sənə dəlillə, sübutla, şiə kitablarından bir 200 dənə adil sahaba, 200 dənə adil sahaba adı. Yaxşı, neçə nəfər Həzrət Əlinin, Peyğəmbərin bu sözünə 100 min sahabədən neçə nəfər iman gətirdi? Nəfərin bilmirəm qardaş. Mən neçə nəfər mürtəd olub, onu bilirəm, bilmirəm. Neçə nəfər iman gətirib, onu bilirəm, yox. Sən orada Amma- sayca 1000 nəfəri qəbul eləyərsən. Əlbəttə ki. Yaxşı, 1000 nəfər iman gətirdisə, Hı. 100 mindən 1000 nəfər çıxsaq yerdə nə qalır? 9000, Hı. 900 min, 999 min dajı. 100 min də, 100 min. Düz hesabladım, yoxsa yox? 999 Olsun belə 600 min adam vardı. 100 min iman gətirdi, 500 mini kafir oldu. Olsun. 500 mini yəni sən etiqad edirsən ki, kafir oldu. Olsun da. 999 min insan küfrə getdi. Allaha və Rəsuluna küfr elədi. Bəli. Da din Hədis. getdi, İslam getdi. Yo, İslam bax qardaş. Bunu gəl bağlayaq. İstəyirsən nəqillərə bağlayaq, istəyirsən əqlə. Fərq yox. Hər iki yöndən mənim dəlillərim var. Möhkəm sübutlarım var. Hara istəyirsən ora bağlayaq. Qardaş, yəni bu qədər adamın küfrə düşməsi, kafir olması İslamın aradan getməsidir də. Allah deyir ki, bax, O dövrdə bəyəm nə qədər adam var? O dövrdə milyard insan yaşamırdı yer üzündə. qardaşım, sən Həzrəti Allah Subhanahu taala peyğəmbərlərin qissəsin Quranda zikr eləməklə, Quranda nazil eləməklə məqsədi nədir Allah Taalanın? Məqsədi gələcək nəsillərə ibrətdir. Ayso, ibrət. Həzrət Nuh, Həzrət 950 il təbliğ eləyib, 80 nəfər iman gətirib. Nədir ki, milyard nəfər, milyon nəfər adam olub, kafir olub. Buxaridə 6586 nömrəli hədis var. Yəni əqlə 6586. ziddir də qardaşım, əqlə zidd. Yox. Özün də bilirsən ki, yəni əqlə zidd. Yox, Ya bu yox, nəql qardaşım. deyil. Gəl belə Yox. etiraf eləyək. Axı gəl deyək ki, bu nəql ümumiyyətlə uydurmadır. 7 nəfərdən də başqa iman gətirənlər var idi. Yox, mən 7 nəfər hədisin qəbul eləmirəm ümumiyyətlə. 7 nəfər məsələsini mən qəbul eləmirəm. Amma Yəni böyük insanların alimlər bunu minbərdən danışırlar ha. Yəni İndi istəsən o sənə böyük alimlər, yox qardaş, bu kitab səviyyəsinə aparsaq, kitab səviyyəsinə. Kitab səviyyəsində belə bir şey yoxdur. Əqidə kitablarını açıb baxsaq, sirə kitablarını açıb baxsaq, belə bir şey yoxdur. Və Buxaridə hədis var. 6586 nömrəli hədisdir. Ey Rəbbim, onlar mənim əshabımdır, əshabələrimdir, səhabələrimdir. Sən bilmirsən, onları hara aparsan, cəhənnəmə aparır da Allah Subhanahu taala. Deyir, mənə belə cavab verəcək. Sən bilmirsən ki, onlar səndən sonra nələr etdilər? Onlar dabanları üstə geriyə döndülər, cahiliyyə dövrünə, mürtəd oldular, sahabələr. Aha. Hədəb sahabələr mürtəd olub da, əksəriyyəti mürtəd olub. Özdə cəmdə gəlir burada. Buxari bunu cəm şəkildə rəvayət edir. Sahabələr. Bəqərə surəsində Allah deyir ki, bax digər ümmətlərdə bu hadisələr baş verib də, İsa dünyasını dəyişəndən sonra İsa'nın qövmü dindən çıxıb da, düzdür, doğrudur. Səhabələr, qardaş, səhabələr xətaya düşə bilərlər. Səhabələr Mürtəd olublar. Ola bilər insan da dindən çıxa bilər. Bu gün müsəlman olansa kafir ola bilər. Əksəriyyəti deyir axı. Ola bilər bir neçəsi olsun. Əksəriyyət o demək deyil ki, 100 minlərlə. Qardaş, əksəriyyət. Bu böyük göstəricidir, qardaş. Selamünaleyküm. Necəsiniz? Var qardaşlar? Əksəriyyət. Aleykümselam. Əksəriyyət o demək ki, çoxu. 100 nəfər varsa onun 80-i. Bir dənə üzr istəyirəm. Bir dənə söz deyim, mən düşəcəm. Yəni Və yaxud Bəqərə surəsində İsa'dan sonra İsa'nın qövmü olub da, Həzrət İsa dindən çıxıb da, dönüblər dindən. Və Allah təbarək və təala bunu kitabında xəbər verir. Bəqərə surəsində deyir ki, Allah Teala Bəqərə surəsində deyir ki, o biri ümmətlərin başına gələn şeyləri, Quran ayəsi deyir, o biri ümmətlərin başına gələnlər
sənin başına gəlməmiş, bu ümmətin başına gəlməmiş, elə bilirsiniz ki, cənnətə girəcəksiniz. Yox, girməyəcək. O biri ümmətlərin başına da gələcək, sənin də başına gələcək. Sənin də ümmətin başına gələcək. İbrahim qardaş, bir dənə üzr istəyirəm. Mən bir dənə fikir deyim, düşün. Sadəcə olaraq belə bir insan olaraq mən belə düşünürəm. Bax, deyirsən, peyğəmbərlərin misal çəkirsən ha ki, yanında az adam var idi. Məsələ budur ki, amma sən sözünə götürsək, peyğəmbərin biri var, peyğəmbərə Allahın peyğəmbəri olmağına iman gətirmirlər, qəbul eləmirlər. Bir də var, peyğəmbərə iman gətirib yanında olanların hamısını kafir görürsən sən. Məncə bu düzgün deyil. Onda həm Allah zəifdir. Düz danışdı. Ay qardaş, düz danışdı. Bax niyə mənim adımla danışsa? Mən hamısı deyirəm. Mən elə başa düşürəm, qardaş. Yəni yenə deyirəm, üzr istəyirəm. Ola bilər ki, qardaş, əksəriyyəti dindən dönüb mürtəd olublar. Nəqillər bunu bizə bunu göstərir. İndi məsələ budur ki, bax, gözəl insan, bax, sən ümumiyyətlə də öz dinində sabit adamsan da. Allah köməyinə olsun. Belə ümumi də götürəndə xətribi də istəyirəm həqiqətən. Belə nə salamımız var, nə kəlamımız var, nə belə sənin nömrən məndə var, nə mənim nömrəm səndə var, amma xətribi istəyirəm həqiqətən. Amma sənin fikirlərimi mən heç cürə bir saniyə qəbul edə bilmirəm. Onda Allah acizdir və peyğəmbər acizdir ki, Allah peyğəmbərin yanına tutalım hamısını deməyək də, tutalım ki 80% kafirləri yığıb və peyğəmbəri versin alladıblar. Yəni bu necə peyğəmbərdir, bu necə Allahın vəhi gəlir ki, bunun yanındakılar hamısı yalancı, alladandılar. Quranla danışaq. Yalan üzərindən danışaq. Qardaşım, Quranla danışaq, yoxsa öz fikrimizlə danışaq? Quranla da danışsaq, Allah Quranda demir axı elə bir şey ki, sözlər. Yox, peyğəmbəri aldadıblar da, düzdür, belə deyirsən də, doğrudur. Yox, mən demirəm, sənin sözündən o çıxır. Yox, bu mən demirim. Mənim sözümü Allahın sözündən belə çıxır. Allah deyir ki: "Və mimmən həvlakum minəl a'rabi munafiqun." وَمِنْ أَهْلِ الْمَدِينَةِ مَرَضُوا عَلَى النِّفَاقِ لَا تَعْلَمُهُمْ نَحْنُ نَعْلَمُهُمْ سَنُعَذِّبُهُمْ مَرَّتَيْنِ ثُمَّ يُرَدُّونَ إِلَّا عَذَابٍ عَظِيمٍ. Deyir ki, Mədinə əhlinin içində münafiqlər var. Sən deyir onları tanımırsan. Sən onları tanımırsan deyir Allah Subhanahu va Taala. Səhabə deyir bu peyğəmbərin böyründədir. Və Allah Azza və Cəllə deyir, münafiqlərin duruşları, qamətləri, baxışları sənin xoşuna gələr. Amma əslində onlar səni aldatmağa çalışırlar. Əl-Münafiqun surəsində. Onlar möminlərin yanına gələndə deyərlər ki, biz Allaha və axirət gününə iman gətirdik. Amma Allah Subhanahu va Taala deyir ki, "Xatamallahu ala qulubihim maradun." Onların qəlbin xətm eləmişəm, qəlblərində mərəz var. Peyğəmbər həqiqətən də onları tanımırdı. Məsələ budur ki, mən də onu demək istəyirəm ki, Mücahid, peyğəmbər tanımırdısa Allah niyə tanıtmadı? Tanımadı. Allah niyə tanıtmadı və Allah öz dinini belə çıxır ki, verdi münafiqlərin əlinə ki, münafiqlər onun dinini qiyamətə kimi Yox, sən bugün din yaşayırsan ha. Bugün din yaşayırsan, din. Sənin əlində olan din Allah təbarək və təalanın sənə çatdırdığı dindir. Nə bilim, mən düşürəm, Allah canını sağlasın, amma mən o Allahı qəbul eləmirəm ki, o Allah dinini münafiqlərin əlində saxlayır. Allah Ali-İmran surəsində deyir ki, Zülcəlal vəl ikram. Allah təbarək və təala Ali-İmran surəsində deyir ki, sən ölsən və yaxud öldür, onlar dinindən dönəcəklər. Məsələn də elementar bir söz deyim, məsələn də 3-cü xəlifə öldürüləndə onun qadınına əl atanları bugünkü gündə hansısa bir insanlar tərifləyir. Amma o kişi nakişi olar ki, babidən üzr istəyirəm, o kişi nakişidir ki, bir kişinin qadınına laf belə düşməndir, kafirdir, hər nədirsə, ona əl atanı kişi görür və ya da müsəlman görürsə, bunun özü bir nakişilikdir. Bəzi şeylər çox qarışıb. Xahiş edirəm, bir dənə düşmə, bir dənə söz deyim. Qardaşım, bir dənə düşmə söz deyim, xahiş edirəm. Bax, gözəl qardaş. Allah deyir ki, innəməl müminə ixvə. Möminlər bir-birinə qardaşdır. Doğrudur. İndi bir kişinin, məsələn, mənim qardaşımın həyat yoldaşına belə bir hərəkət eləsələr, mən dayanıb baxsam, nə olaram? Mən qıraqdan deyərlər, sən qeyrətsizsən. Təbii ki, deyərlər, niyə demirlər ki? Qıraqdan baxanda... Əli Osmanla qardaşı niyə gedib arvadına kömək eləmədi? Kimin? O indi kimsə eləməyibsə də belə,
Yo, Üzr onu istəyirəm, demək 1000 dənə lazım deyil sahabə- da. Biz birinci hələ İbrahim qardaş. 1000 bax, dənə sahabə biz hələ var. Niyə- qıraqdakı niyə danışırıq ki? Ona əl atanı niyə demirik? Niyə? Hələ əl atanı danışmırıq. Keçmişik yüzü Qardaş, əl qıraqdan atan, müşahidə əl edənə atan. gedirik bəs. Qardaş, əl Bir dənə atan. mövzuya qayıt İbrahim, əsas mövzuya qayıdın. Heç nə, mən düşdüyüm üzrləsə biləyim, mövzunu bölmək istəmirdim. Sadəcə olaraq yəni mənə təsir eləyir də. Yəni mən belə İslamı qəbulləmirəm, səmimi deyim. Allah köməyiniz olsun, düşdüm. Evet, Allah köməyin olsun. Və əsas İbrahim, əsas mövzuya qayıdaq. Bu məsələlər ixtilaflı məsələdir, sonra gedin. Bax. Demək belə çıxır ki, qardaş, bir də sual verim sənə. 100 min adamdan bir neçəsi iman gətirdi. Sən demişə, deyək ki, bir 700-800 mini iman gətirmədi. Mən səndən dəlil istəyəcəm. Sən bilirsən ki, mən geniş prizmadan baxıram məsələlərə. Bax, deyək ki, 700-800 mini iman gətirmədi. İndi orada 700-800 min deyirsən qardaş. Orada say olaraq biz bilmirik nə qədər insan. 70 min, 80 min, 50 min iman gətirmədi. Amma əksəriyyəti zındıq olub. Əksəriyyəti zındıq olub. Deyək ki, 50 min iman gətirmədi. Yaxşı, razılaşırsan bununla. Hə də əksəriyyəti, bəli, əksəriyyətinə razılaşıram. Çoxu. Bu sayı qəbul edirsən 50 mini. Hə, qəbul edirəm. Neçə nəfər varsa çoxu zındıq olub, hə. Yaxşı, maraqlı məsələdir. Bax, bir dənə insanı düşündürən bir məsələ var burada. Mən sənə açıq dildə. Allah Subhanahu taala Qurani-Kərimdə peyğəmbərə deyir ki, insanlara xitab edir ki, onlara gəlin Allah Rəsulu sizin üçün bağışlanmaq deyiləndə, onlar başlarını buluya gedərlər. Demək, burada bir məna ola bilər ki, bu insanlar, mən demirəm ola bilməz. Ola bilər ki, peyğəmbərdən sonra sallallahu əleyhi və səlləmlə insanlar yollarını aza bilərlər. Və psixoloji bir fikirdir bu insan. Məsələn, müxtəlif insanlar deyə bilərlər ki, peyğəmbər getdi, din də getdi. Belə düşünənlər də olub. Və yaxud da başqa cür. Misal üçün, bax, bu artıq adamı düşündürür ki, bu Qədirxumda nə hadisə baş verdi ki, bu adamların qəlbində də olsun gizli xoşlarına gəlmədi. Bu məsələ demək, bunların xoşuna gəlməyib ki, bunları qəbul eləməyiblər. Və bunların çoxusu kafir olub, bunların çoxusu deyək ki, sənə görə mürtət olub, mən sənə görə danışıram. Dindən çıxıblar. Sən buna Qurandan bir möhkəm bir ayət gətirə bilərsən ki, belə bir ehtimal var idi ki, bunlar kafir olacaq və yaxud dindən çıxa bilər və yaxud bunlar eşidərlər, qəbul eləməzlər. Necə, mən tam olaraq vallah başa düşürəm. Yəni ayə necə ayə olsun məsələn? Eşitsin, Məsələn, belə ayə olsun ki, ya Rasulullah, sən bunları qorxutsan da, qorxutmasan da iman gətirməyəcəklər və yaxud desin ki... O ayə var da elə. Hansı ayə? Dediyin ayə, o Quran ayəsidir da elə. Qorxusan da, qorxutmasan da iman gətirmir. Bu Quran ayəsidir. Yaxşı, Qədirxumda dediyin, ne deyirsən ki, Qədirxumda ayə nazil, Maidə 67, bununla nə əlaqəsi var? Maidə 67-nin? Hə. Bu hadisələrə sirayət eləyəcək nə bir hökm var o Maidə 67-də? Var belə bir şey mi? Əlbəttə ki. Oxu görək. Allah Teala, bax, Allah Teala, Allah təbarək Teala. Deməli, deyir ki, Nur surəsində, Quran ayələrinə çox əksəri üstünlük verirəm ki, insanlar sonra deməsin ki, hədis falan, belə şeylər də. Bax, Allah deyir ki, Allah öz nurunu tamamlayacaq. Doğrudur. Allahın ayəsi yarımçıq qala bilməz, Allahın sözü yarımçıq qala bilməz, Allahın vədi yarımçıq qala bilməz. Düz? Allah deyir ki, Maidə surəsində, çatdır. İşte ayəni oxuyum, ərəbcə oxuyum, tərcümə eləyim. Oxu zəhmət olmasın. Bax, çox maraqlı ayədir həqiqətən. Əl-Maidə 67, 5-67. Bunun dəlillərini də, şahidlərini də gətirəcəm ki, harda? Deyir ki, ya eyyuhər rəsul, ey rəsul, bəlliq, təbliğ elə, çatdır. Mə unzilə iləykə min Rabbi, Rəbbindən sənə nazil olanı. Bax, indi burada bir dənə
şey demişəm, Məmmədiyə demişəm, Kuriçonda sual var. Allah deyir ki, bəlliğ mə unzilə iləykə min rabbik. Təkidlə deyir, əmrlə deyir. Deyir ki, Rəbbindən sənə nazil olanı çatdır. Bəyən Peyğəmbər çatdırmır ki, Rəbbindən nazil olanı. Allah təkidlə deyir ki, çatdır. Və Allah, Peyğəmbər buna qədər neçə dənə ayələrdə oxuyub, neçə dənə ayələrdə Peyğəmbər bilir ki, Allahın ayəsini çatdırmaq lazımdır. Bilir ki, mən rəsulam. Rəsul da nə deməkdir? Çatdıran, elçi, təbliğ eləyən, mübəlliğ ayəsi var Quranda. Çoxlu-çoxlu. Zaten Peyğəmbər bilir ki, çatdırmaq lazımdır. Düzdür? Deyir ki, وَاِنْ لَمْ تَفْعَلْ فَمَا بَلَّغْتَ رِسَالَتَهِ. Əgər deyir, çatdırmasan, sənin risalətin, bütün risalətin məhv olub gedəcək. Vallahu ya'simuka minən-nas. İnsanlardan deyir, qorxma. İnnallaha la yahdil qawmal kafirin. Kafirlər, onların kafirləri deyir, Allah Subhanahu taala kafirləri, Allah səni insanlardan qoruyacaq, kafirləri doğru yola yönəltməz Allah deyir. Təbarək və Taala. Deməli, Rəsul bunu kimə çatdırırdı? Rəsul bunu çatdırmaq üçün gərək Rəsulun qabağında kimlərsə olsun. Bu ayə də sünni və şiələrin ittifaqı ilə nazil olub Qədirxumda. Düzdür? Qədirxumda nazil olubsa, Qədirxumda kafir yox idi. Yəni hamısı necə kafir? Zahirən kafir yox idi. Hamısı la ilahə illallah Muhammedur Rasulullah deyirdi. Düzdür? Qədirxumda Allah niyə desin ki, Allah səni insanlardan qoruyacaq, çatdır. Narahat olma. Şübhəsiz ki, Allah kafirləri doğru yola yönəltməz. Rəsulullahın qabağında ümməti dayanıb, ümməti, özünü Rəsulullahın nisbəti ümmət. Allah da deyir ki, bunlara çatdır. Bunlardan başqa adam yoxsa hamısı iman gətirən adam. Müşrikin, kafirin, Məkkə müşrikinin nə işi var ki, həcc ziyarət eləsin, qoşulsun Peyğəmbərə, gəlsin şeydə, Qədirxumda dayansın ki, görün Peyğəmbər nə deyir. Yox, belə bir şey ola bilmir. Hamısı onlar zahirin. Allah deyir, çatdır, insanlardan Allah səni qoruyacaq. Aha. Deməli, insanların içində Allah bilirdi ki, Təbarək və Taala, Qasas surəsi 69-cu ayə. Allah deyir ki, Allah onların köksündə olanları bilir, sinəsində olanları bilir, düşünməmiş bilir. Onlar hələ düşünmür, düşünmür. Bax, yaxşı qardaş, əla, möhtəşəm, sözüm yoxdur, dəlilək. Allah səni insanlardan qoruyacaq, vəd verdi də, düzdür Peyğəmbərə. Doğru. Bəs niyə qorumadı Peyğəmbəri? Qorudu da, bəs. Qorumasaydı Peyğəmbər onu çatdı. Allah burada qoruyacaq deyərkən. Aydın. O ərəfələrdə qorudu. Yox, bax, bir dənə, üzr istəyirəm, bax, 30 saniyə bu qorumaq məsələsinə bir dənə deyim. Bax, Allah Təbarək və Taala deyəndə ki, mən kitabımı qoruyacağam məsələ. Quranı biz nazil etdik, zikri biz nazil etdik ki, onu da biz qoruyacaq. İndi biri çıxıb Quranı yandırırsa, biri çıxıb Quranın, nə bilim, bir ayəsini təhrif eləyirsə, bu dünyadakı bütün Quranları yığıb ayələrini təhrif eləyə bilməz. Bu qeyri-mümkündür. Yaxşı? Allah qorumaq deyəndə insanlardan, imamı insanlardan qorumaq deyəndə imamın vəzifəsi nədir? Dini çatdırmaq. Peyğəmbərin vəzifəsi nədir? Dini çatdırmaq. Yəni dinimi çatdırmaq məsələsində qoruyacaqsan, sən çatdıracaqsan, vəzifəni yerinə yetirəcəksən. Belə. Razıyam. Yəni də ayə gətirə bilərəm, hələ dəlil var. Müminin surəsində Allah Azza və Cəllə deyir ki, izzət yalnız və yalnız məxsusdur rəsula və möminlərə. Deməli, rəsul hansı vəziyyətdə olur olsun, izzət gəlib ona yetişəcək. Mümkünatı yoxdur. İzzətin mənası nədir? Allah Subhanahu wa Taala Nisa surəsində deyir ki, izzət Allah Subhanahu wa Taala'nın dininə köməkdir. Bəlliqdir, çatdırmaqdır, təbliğ eləməkdir. Tamam, sən demək istəyirsən ki, bu Maidə surəsində gələn ki, Allah Subhanahu Taala kafirləri zaten doğru yola yönəltməz. Amma sənə təbliğ olunanı çatdır, Allah Azze və Cəllə səni hal-hazırda bu məsələdə qoruyacaq. Yəni, demək istəyirsən ki, Allah Rasulunu Allah Subhanahu Taala qorudu, Peyğəmbər də risalətini çatdırdı, əlinin vilayətini elan elədi və Peyğəmbərdən sonra bunlar da başlarını buluya-buluya çıxıb getdilər və doğru yol tapmadılar. Yox, orada qəbul elədilər, Qədirxumda qəbul elədilər, sonra döndülər dindən. Yəni doğru yolun üzərində dayana bilmədilər də. Yəni Allahın vədi tamam oldu. Yəni Allah kafir
qövmünü hidayət eləmədi. Bəli, bəli. Eləmədi. Düşündürücü hidayət- məsələdir. Düşündürücü məsələdir. Ali İmran surəsində bu dəqiqə deyəcəm hansı ayəsidir. Kimin xatirində varsa desin də zəhmət olmasa. Mən Daha biraz bunu nə ilə möhkəmləndirə bilərsən bu məsələni axı? bax elə o həmin ayəni deyirəm. Ali İmran surəsində 145-146-cı ayə olmalıdır səhv eləmirəmsə. Deməli 144. Hə, qardaş yazdı. 100 bax, ayənin mükəmmelliyinə bax, mükəmmelliyinə bax. Və ma Muhammedun sallallahu alayhi və alihi illə rasul. Məhəmməd ancaq bir rəsuldur deyir. Və deyir ki, qad halət min qablihir rusul. Ondan əvvəllərdə rəsullar gəlib gedib. Əfəin mətə əv qutilənəhum alə əkəbikum. Deyir ki, Məhəmməd ölsə və yaxud öldürülsə, siz dindən dönəcəksiniz. Və Allah gör nə deyir, ardınca gör nə maraqlar. Və mən yənkəlib alə əkiyəhi və lən yədurullahə şeyə. Deyir ki, Allah Azə və Cəllə deyir ki, kim Buxaridəki hədis necə idi? Onlar topuqları üzərində şey eləyəcək, dindən dönəcəklər. Necə gəlmişlər, eləcə də çıxacaqlar. Allah deyir, kim topuqları üzərində dindən dönərsə, Allaha heç bir zərəri olmaz, Peyğəmbərə heç bir zərəri olmaz, imama heç bir zərəri olmaz. Allah şükr eləyənləri mükafatlandıracaq. Deməli, Allah burada nəyi çatdır? Allah deyir ki, Məhəmməd öləndən sonra dindən dönəcəksiniz və Allaha deyir, heç bir zərər vurmayacaq, özünüzə zərər vuracaqsınız. Xanım Ayşə də bu Əziz qardaşım, dəlillər dinlədim. Aleyküm salam. Sənin dəlillərin maraqlıdır. Ayət də gətirdin, hədis də gətirdin. İndi sənin dəlillərinə qarşı mənim bir neçə sualım var. Bax, birinci sən etiraf elədin ki, dedin ki, bəli, Allah kafirləri doğru yola yönətməz. Bu ayəti Maidəni gətirdin. Dedin ki, ondan sonra da Peyğəmbərdən sallallahu əleyhi və səlləmdən sonra bunlar kafir oldular. Çünki vilayəti qəbul eləmədilər, eşitdilər. Orada qəbul elədilər, sonra Peyğəmbər dünyasını dəyişəndən sonra qəbul eləmədilər. Doğrudur? Hə, bunun ayəsini deyim istəyirsən. Ayəsi. İndi bir qulaq as, əvvəlcə sənə sualımı verim. Allah Subhanahu taala bilirdi ki, onlar kafirdir və yaxud müsəlmandır. Bunu bilirdi. Hə, olacaqlar da və olacaqlar, yəni, hə. Yaxşı. Bunların kafir olacağını bilə-bilə nə üçün məhz Qədirxumda Peyğəmbərini saxlayıb bu kafirlərin qəbul eləməyəcəkləri bir şeyi onlara dedizdirdi, eşitdirdi. Orada eşitdirməsə Allah Subhanahu taala qiyamətdə necə sorğu-sual eləyər onlara? Orada həmçə Qədirxumda hamı kafir değildi, hamı mürtəd değildi. Yəni hamı mürtəd kafir olmayıb. Allah təbarək və təala, bax bu gün kafirlər var, kafirlər, müşriklər. Allah Peyğəmbər müşriklərə, kafirlərə din çatdırıb da, doğrudur. Hətta bu Fars kralına məktub da göndərib Peyğəmbər əleyhissalatu vesselam. Allah zaten bilirdi ki, bu Fars kralı bunu qəbul eləməyəcək də. Doğrudur. Yaxşı, Allah bunu bilə-bilə Peyğəmbərin vasitəsilə niyə Quran ayəsi göndərir Fars kralına? Hüccət çatdırır ki, orada deyir, şahid olun Ərəb surəsində. Allah hüccət çatdırır ki, qiyamətdə Allah Subhanahu taala deyir, mən səni dəvət elədim, sən gəlmədin. İstəyən şükr etsin, istəyən küfr eləsin. Və labşə Allahu maqtalallazina min ba'dihim min ba'di ma ja'tuhumul bayyinatu walakinni khalafu. Əgər Allah istəsəydi, Peyğəmbərdən sonra gələnlər özlərinə aydın bəyyinat, dəlil gəldikdən sonra Allah istəsəydi deyir, onlar bir-biri ilə vuruşmazdı, bir-birini öldürməzdi. Vəlakinnə yuxtəlifə, lakin onlar ixtilafa düşdülər. Onlardan kimisi sabit qaldı, kimisi kafir oldu. Yəni bir sözlə Allah Subhanahu taala öz hüccətini tamamladı. Bəli. Əsas onlar deməsinlər ki, biz bunu eşitməmişdik. Bəli, bəli. Həmçinin Allah deyir: وَلَا يَكُونُوا قَالَ الَّذِينَ أُوتُوا الْكِتَابَ مِنْ قَبْلُ فَتَعَالَى عَلَيْهُمُ الْأَعْمَدُ
və qasat qulubuhum və kəsirun minhum fasiqun. O kəslər ki, onlar ki deyir, iman gətirənlər onlar kimi olmayın deyir. Yəni dindən dönənlər kimi. Daha öncə onlara kitab verilmişdi, lakin üzərindən uzun müddət keçincə qəlbləri sərtləşdi. Mürtəd oldular. Onların çoxu kəsirun minhum fasiqdilər. Siz deyir, onlar kimi olsaz Allah subhanahu wa ta'ala azabun azim sizi möhkəm əzabda yandıracaq. Yaxşı deyirsən Mən ki, bir dənə sualım var. Axı bir dənə onu da sual verim, bir dənə üzr istəyirəm. Yaxşı deyirsən Qədirxumda onun qəbul elədilər Həzrət Əlinin xilafətini və bəziləri təsdiqlədilər, amma peyğəmbər dünyasını dəyişəndən sonra boyunlarından atdılar. Sən oradakı səhabələrin Həzrət Əlinin xilafətini təsdiqlədiyinə dair bir dəlil gətirə bilərsən? Var, məsələn Ömər ibn Xattab təsdiq edib. Səhih sənədlə. Səhih isnadla. Sonra Abdullah ibn Məsud təsdiqləyib. Əmmar bin Yasir, Miqdad, Salman Farisi təsdiq edib bu kəslər. Gətir bizə zəhmət olmasa, hədis, səhih hədis ki, onlar təsdiqləsin. Bu sabah gətirsək olar inşallah. Olar. Bu gün Əlbəttə. çünki çox dəhşət yorğunam, dəhşət. Var ha, inansan hazır dəlillər prosta. Yəni bir neçə sahabədən sən gətirəcəksən ki, inşallah dəlil olaraq ki, bəli, bunlar Qədirxum hadisəsini peyğəmbər buyuran kimi qəbul edib təsdiqlədilər. 20 dənəsini gətirə bilərəm, 20 dənə sahabədən. Hətta 20 dənə. Bəli. Mütəvatir. 20 dənə lazım deyil. Əgər 10 dənə sahabə gətirsən, hüccət tamamdır. Bu səsimi yazsınlar, qardaşlar bunu yazsınlar. Bax mən söz verirəm. 10 demirsən, 10 olsun. Amma daha çoxunu gətirə bilərəm. O 10 dənəsinin problem deyil, gətirəcəm. Özdə 10 səhih dənə, bax qardaş, 10 dənə peyğəmbər sallallahu əleyhi və səlləmin sahabələrindən dəlil gətirərsən ki, bunlar həmən hadisə ki baş verdi, onlar Həzrət Əlinin vilayətini təsdiq edib qəbul etdilər. Bəli. Bəli, problem yoxdur. Səhih sənədlə, səhih isnadla gətirəcəm. Və Sən nə danışırsan? Sən səhih sənədlə və səhih isnadla 10 sahabədən bunu necə gətirəcəksən qardaş? Bu əhl-i-sünnə əqidəsinin aradan getməsi deməkdir. Əhl-i-sünnə əqidəsi aradan çoxdan gedib. Və xanım Ayşədən, Həzrət Ayşədən hədis gətirəcəm, hədis, səhih hədis. Deyir ki, peyğəmbər dünyasını dəyişəndən sonra ərəblər mürtəd oldular, mürtəd. Mürtəd oldular, niyə oldular mürtəd? İman gətirmədilər də vilayətə. Yox. Ya İbrahim, da sən xanım Ayşədən dediyin gətirin hədis ona əlaqəli deyil. Elə Məmməd xan gətirirəm şiəlikdən çıx. Ay kişi, bir dayan da, Şey olmaz. qoyunuzı verib gedirsən, bir dəqiqə dayan. Həmən hədisi Hətta səni 20 Yox, orada biz demir onu axı vilayəti qəbul etmədiyinə görə mürtəd olub. Sən onu hardan çıxarsan o nəticəni? o hədisi Məmməd xan, o hədisi gətirsəm tövbə edirsən şiəliyə. Ay kişi, o hədis var, deyirəm onun Həzrət Əlinin vilayətinə aid olduğunu hardan çıxarsan? Bildim də, elə vilayət ləfsi ilə bir gətirsəm, bu şiəlikdən çıxırsa, Hə, gətir çıxacam. Çıxsan, bilsəm çıxacaqsan gətirərəm. Çıxmayacaq. Yox, çıxacam da gətir də, gətir ki, Həzrəti, nədir onun adı, Həzrət Əlinin vilayətinə iman gətirmədiyinə görə mürtəd oldular. Xanım Ayşədən gətir o hədisi səhih mənə. Sabah, söz, sabah xanım Ayşədən də Yox, vilayət cümlə belə keçəcək ya, Həzrət Əlinin vilayətinə. Bəli, vilayəti inkar elədilər və Yox, bir dəqiqə deyən, sən birinci sözü düz denən görüm, hədis necə keçir, əvvəl iddiavə elə. deyirəm ki, xanım Ayşə deyir, ərəblər peyğəmbərdən sonra mürtəd oldular. Yəni bunlar dində olublar, sonra dindən dönüb. Ay qardaş, bildim o cümləni. Peyğəmbərdən sonra mürtəd oldu. Ay dedə gözlə bilənə. Onlar peyğəmbərə itaat elədiyi kimi Əliyə itaat eləmədilər. Peyğəmbərin namazını dəyişdilər. Peyğəmbərin dinini dəyişdilər. Bəs eləyir, kifayət eləyir. Üstəlik də Nisa surəsi 50 qulaq as. Nisa surəsi 54-cü ayəni dəlil gətirir Həzrət Ayşə. Yox, səhihdir bu. Əlbəttə səhihdir. Mən zəif hədis gətirərəm. Kimdə gəlib bu hədis? Kimin kitabındadır? İbn Əsakirin tarixində gəlib. Sonra nə?
İbrahim. İbn Sən Asakir- o hədisi sənə söylə aşsızan eləyərlər ki. İnanırsansa o hədisdən əlimə gələcək heç bir şey tapamazsan. Qulaq as. Sən düz deyirsən. O hədisi aşüzən eləyirlər. Prosta mən olmayan yerdə. Mən olan yerdə eləyə bilməzsən. Gördün sən dedim də. Müsait gedib Rafizdə zaten hədis gətirəcək. İbn Asakir Rafizidir ya ki. Ayağı ravilərin deyirəm. Rabiləri gəl sənə mən Buxaridən hədis Əhl-i Əhlüsünnənin Sünnənin hafizidir onların. Yox, qardaşım, Əhl-i Sünnədə Mücahid Əhl-i Sünnə olmusan. Əhl-i Sünnədə imanın neçə şərti var? 5 dənə. Bəli. Qəza bu qədər ora daxildir. Bəli, bəli. Mən deyirəm ki, Əhl-i Sünnətdə imanın bütöv şərti Rafizi Rabidən başqa heç kimdən gəlmir. Qəza bu qədər Buxarıda- ora daxildir. Sən bunu qəza bu qədərə bağlayacaqsan, yoxsa hadisəyə? Deyir, yox, demirsən Rafizi Rabi söhbət eləmirsiniz. Bu Ravi Rafizidir, filan kəs Rafizidir. Mən deyirəm ki, Buxaridə imanın şərtinə dair hədis Rafizidən gəlir, Rafizidən. Ravi olsun da Rafizi nə olsun ki? Ay Siqali, İbrahim, ola bilər bax mən sən. siqali yerində olsun, bəs eləyir. Bax bu sən ola bilsin ki, indi araşdırırsan bax. Əhl-i Sünnədə o deyirsən, Ravidən Rafizidən gəlir. Hə. Yəni o əmin ol ki, qurtdalayıb, onun alternativini başqa kimdənsə tapacaqlar. O motivlərini tapacaqlar. Tapsın Yəni, burada gətirsin. gəlib deyək. Mən nə deyirəm? Bir Bax, mən nə deyirəm? O- Bir dənə səbr elə. Bunu O bildik ki, bizim İbn mövzumuz o Əsakir- deyil. O maraqlı bir şey deyil o qədər. Məmməd xan səbr elə xeyr. Lap bunu bildik ki, İbn Əsakir'dəndir, yaxşı. Bunu bir dolayı yoluna itildi. Bəs gətirəcəyim başqa səhabələr ki var, 10 səhabə deyirsən. Bunlar hansı kitablardan? Hamısı İbn Əsakir'dir. Məsələn, Əhl-i Sünnənin mötəbər kitablarından bir şey gətirə biləcəksən? Əlbəttə, Müsnəddən gətirəcəm. Əhməd ibn Həmbəlin Müsnədindən gətirəcəm. Qəbul, qəbul. Sonra Xəllalın Müsnədindən gətirəcəm. Əcəmiyyus Səğirdən gətirəcəm. Humeydinin Müsnədindən gətirəcəm, Səhihindən. Aha. Buxaridən, İbn Hibbanın- Müslimdən, Tirmizidən. İbn Hibbanın Səhihindən gətirəcəm. Yox, tapmaq olar. Bu dəlildir də, bu Prosto nə sən Yəni elə bir qayda, elə bir dünya yox deyib bütün hədislər Buxari ilə Müslimdə şey eləyir. Bildim, sən gətirdiyin Yox, o düz deyə, hədislər prosto ona Əhl-i qulp qoşmaq çox rahatdır da. Yox, axı, sən gətirdiyin dəlillər Əhl-i Sünnənin məsələn belə deyək də qaydasına müxalif olmayacaq ki. Mən gətirdiyim hədislər, qardaşım, Sünni rical elminə görə səhih olacaq. Əla. Gətir gəlsin. Və üstəlik də deyirəm, iddia eləyirəm, iddiamın da arxasındayam. Elə bunu Şiə adından danışıram. Kimin də etiraz olacaq, amma cahil adam yox ha, gəlib burada məndən boş-boş danışma. Elmi adamı gətirsinlər, isbat edirəm ki, səhihdir hamısı. Gətirəcəyim şeylər səhihdir. Mən inşallah sən neçədə gələcəksən bura bir dənə mənə dinə. O işdən çıxmağıma baxır. İnşallah Sən mənə vaxtı dinə qardaş. Mən sabahları bura inşallah bir dənə Əhl-i Sünnə və Cəmaətin Mədinə tələbəsindən birini qoşacağam bura. qoş, problem yoxdur. Necədir? Super. Bilən adamla söhbət etmək ləzzətli. Sırf İbrahim Məmməd xan nə tər olacaq? Məmməd xanı da bağışlayacaq sünnilərə. yaxşı. Mən indi qardaşa zəng Aha, edirəm. Sabahları sən vaxtı ilə həmin vaxtda təyin edib Yox, onu deyil sal. qardaş. Sən nə tərdi məsələ? Prosto İbrahim, İbrahim qazı möhkəm basır. Arada şey eləmir də, spet eləmir ki, tormuz atır. Yəqin dəlili bu. Yox, bilirsən, dəlil gətirmək. Ay Mücahid, dəlil gətirmək problem deyil şey. İstənilən şey mənbədən, yəni bu məsələlərin həqiqətinə dair dəlil gətirmək olur. Amma bax təsəvvür elə, bir də görürsən ki, klassik alimlərin səhih dediyini gətir müasir alimlər heç nə edir o hədisi. Nə bilim, onların zəif dediyini bir də görür tərsi olur. Yəni bunlar o qədər bu laboratoriyada aş süzən açıblar ki, sənin məsələvi ixtilafa çevirirlər. İxtilafa çevirdiyinə görə də deyirlər ki, buna icma etiqad eləməyib. Ən son kral nəticəni deyirəm də sənə. Nəticə odur ki, sən düzdür, gətirdin, rəvayət gəlib falan. Amma bu Əhl-i Sünnənin tarix boyu alimlərinin icma eləmədiyi bir fikirdir, etiqad
etiqada keçmir. Zəif babına düşür. Xarici. Məmməd xan, 5-6 dəfə Samirin canlısına qoşulub təsirlənmirsən. Mən nəyə təəssüflənəcəm? Yox, Samir bir sənətərdir. Samir ümumiyyətlə bu işin daha peşəkarıdır. Samir, yəni sənə deyim, o daha peşəkar manipulyasiya eləyir. Yəni məsələn, sənin gətirdiyin dəlili, istənilən dəlili. O bilir ki, 1000 illik sistemdə bunu vuran ən azı məsələn tutaq ki, 2 dənə alim qəbul etsə, 30 dənə alim bunu inkar edir. Ay Məmməd xan. Hə. Cərh və Budur da, yəni. Yox, bizim ehtiyacımız yoxdur. Mən sənə başa bastıram ki, yox, indi Mücahid sual verir. Bax, Mücahidin bir dənə mənim Mücahidə sualım var deyə. Mücahid, yəni mənim ehtiyacım yoxdur. Bu sünninin mənbəsindən durub özümə din qurum. Mən ona qəti ehtiyacım yoxdur. O bizim problemdir ki, o tutub yanırıq ki, necə olur olsun bunların mənbəsindən biz şəri ispat eləməliyik. Belə bir dərd olmamalıdır. Hə, onların sübut üçün. Məmməd xan, elə bizə ehtiyacımız varsa sizə də rəvayət gəlib. Ay qardaş, bizə nə kafi lazım deyil, nə mənlə yəhduruhul fəqih. Biz fikrimizi də, əqidəmizi də elə sünni ispat eləyirik də. Ya, o eləyənməzsə, o sənə belə şişirdilmiş şiyə nağıllarıdır. Başa düşdün, Məmməd xan, sən sünni kitabından, sən fikri sübut eləyənməzsən. Qulaq, da ağlıma gələn danışsan İbrahim. Qulaq as. Ay İbrahim. Ay qulaq as da bir ay qardaş. Sən olmadı da qardaş, sən elə danışırsan ki, sünni kitabından, sünni kitabının əqidə ispat eləyənmirsən axı. Deyirəm ki, qollarımı çırmala, gəl bir ay dayanmadan bəhs eləyək. Sübut eləyim mən sənə. Eləyə bilməzsən. Sən danışırsan, danışaq. Sən, kişi, bax, qulaq as mənə. Sən ki, belə deyirsən, bax, adicə bir dənə misal sual verim sənə. Gətir mənə əhl-i sünnə mənbəsindən. Mən deyirəm ki... Qulaq as. Bir danışaq da, bir dinlə. Bax, gətir mənə əhl-i sünnə mənbəsindən. Quranda imamət bəhsi açırsan, düzdür? Quranda imamət bəhsi bizim imamların hədislərində gəlib. Düzdürmü? Rahat şəkildə. İşarələri, ayələri, ümumiyyətlə hər şeyi qoyublar. Sən mənə gətir əhl-i sünnə mənbəsindən Quranda imamət bəhsinin isbatını gətirə bilərsən? Gətirərəm. Gəl danışaq, problem yoxdur sabah. Gəl gətir görüm nətər kimin gətirəcəksən, necə gətirəcəksən? Bir ay dayanmadan səndən söhbət edir. Bu bilirsən nətərdir? Qardaş, bilirsən nətərdir? Daha razılaşdıq da, vəssalam. Nəysə həll eləmir ya, ay şey. Ay qardaş. Razılaşdıq. Sabahları gələrsən, onu danışaq. Cəh tədil yolu ilə deyirsən, söhbət eləyək, problem yox. Hansısa bir rabini vurmağa çalışacaqsan, Buxaridə özüm məqalə yazmışam. Buxaridə 150 dənə kəzzab yalancı rabi var. Nasibi, Nəvasib rabi var. Buxarinin özünün kitabı, kitab olaraq, Buxarinin özünün kitabı, Müslümin kitabı bir dənə yolla gəlir. Kitab olaraq o da kəzzab adamdır, yalancı adamdır. Məruf adam deyil. Bilinmir ki, bu göydən düşüb, kimsə bunu göydən atıb, nə edib, bilinmir. Belə bir adam olub, yoxsa olmur. Cərh və tədil yolu ilə girişə bilməzsən. Dirayə yolu ilə də ki, sənin kəlama salıb azdırar. Elə Mücahid, sən hələ... Yox, əhl-i sünnənin hədis külliyatı problemli külliyatı. Bilirsən necədir? Bu əhl-i sünnənin hədis külliyatı özləri belə şişirdirlər. Bir dənə bunu deyim, düşürəm. Bax, çox qəribədir. Bax, şiə alimləri deyir ki, ittifaq edir ki, şiə alimləri hamısı. Bəs əqidə məsələlərinin dəlilləri sabit olmalıdır, açıq olmalıdır, sərih olmalıdır. Doğrudur. Dünyada nə qədər şiə alim var? Doludur da, gəlmiş, keçmiş, müasir, mütəxxir, doludur. Qardaş, Quranda bir şeyin dəlili yoxdursa, bax, aşağıdan bu Yusif yazıb, Yusif Bromli. Quranda bir şeyin dəlili yoxdursa, bu şiənin başı xarabdır, bu alimin başı xarabdır, tonlarla kitab yazır, bu əqidənin üzərində dayanır. Bir alim bunu necə etiraf eləyə bilər, qardaş? Yox, sünnədən götürür də. Yox, bax, Hilli, qardaş, Hilli balaca adam deyil də, düz deyil. Yox, mən sənə bir dənə belə şey deyim, Apıcan, səbr elə. Yəni, Quranda bunlar deyəndə ki, imamətin dəlili yoxdur, bilsən nə nəzər tuturlar? Yəni 12 imam sisteminin, məhz onun. Amma imamət Quranda var. Ad yoxdur, say yoxdur, filan yoxdur. İmamət, əlbəttə Quranda imamət var. Bu qardaşım, bu... Neçə cür imam var? Zəlalətə çağıran imamlar da var, həqiqətə çağıran imamlar da var. Bax, qardaş, bu məsələ. Quranda
imamların adlarının keçməsi bu şərt. Neçə peyğəmbər var yaxşı? Neçə peyğəmbər var qardaşım? O da görürsən peyğəmbərlik Quranda var, amma 124 min yoxdur. Bu əsma kitabı deyil, yəni bu əsma kitabı deyil ki, isim kitabı deyil ki, Quran-ı Bəs biz sünnəyə müraciət edirik də qardaş, bəs təşkil Bəli, edirik. necə ki, bax qardaş, necə ki Quranda əsilləri tapırıq, sünni də belədir, şiə də belədir. Hətta İbn Hüseymin deyir ki, sünnədən də daha qavidir, daha güclüdür icmanın dəlili. Quran və sünnədən icmanın dəlili daha qavidir, daha güclüdür. Necə ki əsilləri Quranda tapıb, furuları sünnədə tapırıq, imamət də belədir də. Bütün məsələlər belədir. Tövhid də belədir, isim sifət də belədir, namaz da belədir. Bütün elə məsələ yox. Dəqiq. Allahın təkliyi var ya, Allahın təkliyi şirk məsələsi. Hətta şirk məsələsi də belədir. Sən şirkə şirk deyirsən və Vəhhabi şirkə toğ. Mücahid, sən namazın üz üstə o namazın əsli də Quranda təfərrüatı yoxdur ki, onu sünnədə tapırsan da. Və yaxud deyir ki, mən ənkərə imaməti Yəni əsli gəlib, təfsilatı yoxdur. Bax, Məmməd xan. Deyir ki, ya Əbu Hənifə, mən ənkərə imaməti Əbu Bəkir Əs-Sıddıq, Əbu Ömər ibn Xattab, kim inkar eləsə Əbu Bəkirin və Ömərin imamətin, fəhuvə kafirun. O kafirdir. Və yaxud Əs-Subki deyir, və yaxud Bəli. Hənəfi məzhəbinin alimlərindən çoxdur o fikir. Yox, icmadır da bu qardaş. Bu icmadır. Əs-Savaibul Muhriqənin yiyəsi icma nəql edir. İbn Həcər əl-Heytəmi. Deyir ki, mən ənkərə xilafəti Əbu Bəkir Əs-Sıddıq, Əbu Ömər ibn Xattab, fəhuvə kafirun. Kim inkar eləsə onların xilafətini, imamətin kafirdir. Bunu hardan çıxardır bunlar? Şura ayəsində. Bəli. Şura ayəsində. Özdə deyirlər ki, imamət üsuliddin deyil. Bir yana deyirlər ki, üsuliddin deyil. Və nə oldu? Burada üsula keçdi. Din əsli eləyiblər. Kafir çıxarırlar, xilafəti qəbul edir. Allah köməyiniz olsun, qulaq astınız, yer verdiniz. Minnətdaram, təşəkkür edirəm. İnşallah yenə vaxt olduqca söhbətləşərik Allah. İnşallah. Şeyx bir də mənə vaxtı dinən, mən sən gəlməmişdən bir 10 dəqiqə bax zəng eləyim qardaş. Hə, mən deyəcəm sənə dəqiq vaxtın. Çünki biraz geç çıxıram son vaxtlar işdən, biraz da başım qarşı olur, yorğun oluram. Ona görə inşallah deyəcəm. Mən Mücahid, qardaş, əslində sənə çıxmışdım, sual vereyim. Bax, sən bu bəhs açmısan.